Rübənd də nədir? O çarşabın altından və yaxud da üzərindən onu qadınlar salardı. Orada göz yerləri var idi, görsənərdi. Amma içəri görsənmirdi. Yəni sən onu belə deyək də, arxa tərəfdən baxanda görə bilirdin. Bizim bir neçə filmlərimizdə də var. Misal üçün, Bir qalanın sirrində orada Elşənin atına yaxınlaşır Mətanət və orada məhz rübəndini açır. Həmin o rübənddən. Sən demə, bu ailə həmən o parçanı adi bir parça kimi baxıb. Amma həmən parçanı mən açdım, baxdım, gördüm bu rübənddir. Yəni köhnə parça kimi qalıb, amma bunlar ona əhəmiyyət verməyiblər. Sadəcə onlar üçün toz silməyə yarayırmış. Amma əslində o tarixi bir eksponat. Eyni zamanda da bir qədim parça nümunəsi var idi. Onu da mən gördüm ki, bir nəfər stolun üstünü silir. Dedim, onlar o parçaya baxıb. Parçaya baxdım, gördüm ki, 18-ci əsrin parçasıdır və nə vaxtsa bu parça canamaz olub. Və o həmin hər iki eksponat məndə bu günləri muzeydə daimi ekspozisiyadadır.